Bir neçə gün öncə Quba rayon icra hakimiyyəti başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışan Ruslan Şahbalayevin rüşvət alan görüntüləri yayılıb. Gizli lentə alınan həmin video görüntülərdə Ruslan Şahbalayevlə hələlik bizə məlum olmayan bir şəxs arasında gedən danışıq və sövdələşmənin sonunda digər tərəfin ona 50.000 manat vəsait verdiyi məlum olur. Danışıqlardan anlamaq olur ki, məsələ pulu verən şəxsin mülkiyyətində olan torpaq sahəsinin sənədləşdirilməsi prosesinin Quba rayon icra hakimiyyətinə aid olan hissəsindəki razılaşma üçün nəzərdə tutulur. Sənəd verməli. Lentin altından keçənə. Özü də dedi Azər. Dedi ki, onu mən dedim. Onu mən cənab başçı dedim, dedi o forma. Hə, tikinti olmaz, prosto istifadəyə verilir, parkovka kimi istifadə edilir. O 49 illik. Maksimum nə qədər vermək olursa. İcarə müqaviləsi aylı, illi. Hadi ömür götürəcəm, bildim. Bələdiyyənin pulu götürəcəm. Bələdiyyə götürəcəm, o başqa şey. Bu birisi də, bu birisi. Yəni, bütün bələdiyyə sənə çıxarışını verəcək, çıxarışını necə verəcək, müqaviləni verəcəksən, müqaviləni bağlayacaq, kadastrları, yəni özü bələdiyyəyə aid olan hissəni, öz sənədləşir. Ondan sonra aparıb çıxarış almağı, özəlləşdirməyə, o sənin... Bilirəm, o birinci çıxarış alır, müvəqqəti istifadə hüququna çıxarışmanda olub belə bir şey. Almışam, sonra gedir mülkiyyət alacaq. Gedir, əmlakla danışıb mülkiyyət almışsın. Mülkiyyət alırsan, o başqa da olacaq. Hələli müvəqqəti istifadə hüququna. Adı işdən sonra. 10 ildən sonra. Bilirəm. Biz də bunu eləməyəcək onu. Orada da dəyişiklik var, eləyənmirlər. Görüntülərin ilk yayıldığı sosial şəbəkə segmenti platformalarında çəkilişin 2007-ci il aid olması barəsində qeyd vurğulanmasına baxmayaraq, həmin prosesin və elə çəkilişin 2021-ci ilə, yəni Ziyəddin Əliyevin Quba rayon icra hakimiyyətinin başçısı, Ruslan Şahbalayevin isə rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin məsləhətçisi olduğu vaxtlarda baş tutduğunu müəyyənləşdirdik. Elə görüntülərdən də proseslərin bu dövrə təsadüf etdiyi məlum olur. Araşdırmalar nəticəsində daha dəqiq və dolğun bir informasiya əldə etmək mümkün olmasa da, Ruslan Şahbalayevlə hələlik adı bizə məlum olmayan şəxs arasında gedən sövdələşmənin Quba rayonunun Hacıçölli kəndi ərazisində mövcud olan torpaq sahəsinin sənədləşdirilməsi üçün aparıldığı ehtimal edilir. Elə Ruslan Şahbalayevin həmin sövdələşmədə nəql etdiyi və tələb etdiyi vəsaitin rəhbərin diktəsi və qərarı ilə apardığı aydın olur. Onu mən cənab başçı dedim, dedi o forma. Hə, tikinti olmaz, prosto istifadəyə verilir, parkovka kimi istifadə edilir. O 49 illik. Məndə bir xəsət var da, təmiz 5 manat olmalı, 5 manat. Bizim də belə bir şey. Nə getdi, oradan bir əsası getdi, bilgilə sənin söhbəti yoxdur. Bax, hər yerdə bunda... Kimə nəzərdə biz onu bilmirik. Verildi, da yerində. Bizdə elə şey yoxdur. Yəni, mən də təmiz söhbət dedim. Çünki nəyə görə deyirəm, dəfələrlə sözünüzü mən əvvəlcə dedim ona ki, ora, bələdiyyə işdir. Əvvəlcə çox istədim. 60 demişlər, sonra 50 dedi. Dedim, yox, rəhbər dedi, bu budur. Sonra 50 ona dedim, sən bunu 40 da buna, gördüm rəhbər dedi ki, orada bir hektardakı artırılacaq, ona əlavə eləsin. Sövdələşmənin sonunda isə Ruslan Şahbalayev həmin şəxsən özü üçün xüsusi bir şirinlik tələbini xahiş edir. Qarşı tərəfin 1000 manatlıq şirinlik təklifinin azlığına acizanə formada etiraz edən Ruslan Şahbalayev sonda həmin məbləğlə razılaşır. 50. Bir dənə üstündə yoxdur axı. Ha, verəcəm, bir dənə məndə də. Üstündə yoxdur. Ha. Yəni, axırda işləndə sənədlərimiz hazır olanda şirinlik verəcəm. Yaxşı. Məsələ barəsində adı çəkilən Ruslan Şahbalayevlə əlaqə saxlayaraq münasibətini öyrənməyə çalışdıq. O, Sevin Taymaza əvvəl xəstəxanada olduğunu bildirdi. Daha sonra suallara tələm-tələsik cavab verən Ruslan Şahbalayev bunları qeyd etdi. Xəstəxanadayım da. Nə olur ki, müəllim, Allah kömək olsun? 3-4 gün düşürəyim. Baxın, elə xəstəxanadayım, əməliyyat olunmalı. Allah kömək olsun. Mən bir 10 saniyə bir şey soruşum, çox xahişim, çoxunu gitməyəcəm. Bu yayılan videoyla bağlı bu qarşı tərəfin münasibət kimi? Oğlum, o köhnə bir şeydir. Mənə heç bir aidiyyət yoxdur cənab. Ümumiyyətlə, mənə heç bir aidiyyət olmaz. Mən bir də ki, bir dənə də deməli Qaraçay kəndində yaşayan
Mən bir də buna cavab ver xahiş edirəm. Bu Qaraçay kənd sakinindən 70 min pul almısınız. Bununla bağlı orqanlar var. Öyle şeyler yoktu da sen ne danışırsın? Öyle şey yok da boş ver. Bir də ki, mənim o birisi o videoda olan pulu siz icra başçısına vermişdiniz də yəqin ki. Sen ne danışırsan o başka her bir adam bana Qaraçayın əlaqəsi yox, mənə şəxsi pul verib, o nə şeydir o, borc verib onu mənə, o başqa tamam bambaşqa şeydir, cəla. Yo, o videoda axı siz 1000 manat da özünüz üçün istəyirdiniz. Yox, o heç bir adə, elə bir şey yoxdur ümumiyyətlə. Siz görüntülərə baxmısınız Ruslan müəllim yəqin ki. Qeyd edək ki, bir müddət bundan əvvəl Ruslan Şahbalayevin Quba rayonunun Qaraçay kənd sakinindən ona məxsus torpaq sahəsinin sənədləşdirilməsi üçün 70 min manat vəsait alması barəsində də iddialar mövcud idi. Torpaq sahəsinin mülkiyyət formasının dəyişdirilməsi qarşılığında alınıb, keçmiş icra başçısı Ziyəddin Əliyevə verildiyi iddia edilən həmin məsələ barəsində vətəndaş sonradan hüquq mühafizə orqanlarına müraciət edib. Qeyd edək ki, Ruslan Şahbalayev hazırda Quba rayon icra hakimiyyəti başçısının Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır.